Qram mənfi və qram müsbət bakteriyalar. Bunlar nədir? Qram müsbət və qram mənfi bakteriyalara qramın şərəfinə olaraq bakteriyalara bu adı veriblər. Bunların müsbət və mənfi olması boyaqların təsirinə göstərdiyi reaksiya əsasən olur. Əgər boyağın təsiri onda qalıbsa, yəni bənövşəyi rəngə boyayırsa, bu qram müsbətlərdir. Əgər o boyağı spirtlə yuduqda o yuyulub gedir və narıncı rəngə çevrilirsə, yəni bu boyaq ondan asanlıqla gedə bilirsə, bunlar qram mənfi bakteriyalardır ki, onlar narıncı rəngə boyanırlar. Bunların boyanıb boyanmamasının və yaxud da boyağın gedib qalmasının səbəbi onlarda membranında adi membranlarda olan kimi lipopolisakharidlərlə bərabər həmçinin onlarda qlikon protein, qlikon qatlarının olmasıdır. Müsbətlərdə qlikon molekullarının sayı 40-a qədərdir deyə oradan boyaqlar yuyulub gedə bilmir. Amma qram mənfi bakteriyalarda isə belə qatlar 1-2 qat olur və asanlıqla boyaqlar spirtin təsiri ilə həmin boyaqlar həmin bakteriyanı tərk edir və onlar daha az boyanmış olurlar.